Salam, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində avtozavodda, yəni Cavadxan qəsəbəsində 4 sot torpaqda bax qarşıda gördüyünüz deməli bir böyük zalı, eyni zamanda 3 böyük otaq olan bax belə bir yarım tikili satılır. Hal-hazırda mən deməli Navesin alt hissəsində yerləşirəm. Bax ölçülərini deyirəm, yəni buna nəzər yetirin. Deməli, bax bu Navesin alt hissəsi 13-8-ədir. Gördüyünüz kimi barının arxasında işıq və qaz xətlərini görmək mümkündür. Bura deməli böyük bir zalıdır. 4.20-nin 9.20-dir. Sağda otaq 5-in 4-dədir. Ondan sonra olan otaq 4-ün 4-dədir. Yenidən sol tərəfdə bax həmin qapını görürsünüz. Oranın ölçüsü də 4-ün 4-də. Burası mətbəxdir. Mətbəxin bax içərisində bax bu gördüyünüz barın arxasında isə hamam yerləşir. Yenidən bax ölçülərini mən sizə dedim. İndi isə Navesin alt hissəsini sizə göstərirəm. Deməli bu yarımtikili harada yerləşir? Gəncə avtomobil zavodunun üst tərəfində təzə məhəllələrdə yerləşir. Təzə məhəllələrdə yerləşir. Bundan başqa hal-hazırda Bakubusun 4-ün son dayanacağından bax Almarket olan yerdən bu yarım tikiliyə qədər olan məsafə rovna 700 metrdir. Ancaq Tofiq Bağırov küçəsindən isə həmin asfalt yoldan bax bura olan məsafə deməli 500 metrdir. Burada nə qalır? Bax yeganə bax qarşıda gördüyünüz bu bax qalır. Bax göstərdim. Bundan başqa burada heç nə qalmır. İnsə bağçasına keçirəm. Deməli bax belə bir yarım tikilinin qiyməti 36.000 manatdır qiymətində. Mənə deyilənə görə razılaşma olmalıdır. İnsə bax bağçasını göstərirəm. 9 ədəd ağac var. Gördüyünüz kimi 3 tərəfdən böyük hündür hasar var. Sənədi sərəncamdır. Arxiv arayışı var. Dediyim kimi qiyməti 2 qat kubiklə hörgüsünü görürsünüz. Kürsül olmağını görürsünüz. Qiymətin 36.000 manatdır. Mənə deyilənə görə qiymətində razılaşma olmalıdır. İnsə qapıdan, darvazadan giriş hissəsini göstərirəm. Bax belə sizlərə uğurlar.